Pensiyalarla bağlı yeni qayda var. Onu da diqqətinizə çatdıraq. Mərkəzi bank sektorunda təmərküzləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq niyyətindədir. Bu barədə iqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın sədri ilə iqtisadçılar arasında keçirilən görüşlə bağlı açıqlamasında deyib. Bunun sözlərinə görə bundan sonra dövlət müəssisələri tərəfindən verilən maaş və pensiyalar yalnız iri banklar vasitəsilə deyil, vətəndaşların seçdiyi istənilən bank vasitəsilə ödəniləcək. Əslində qanunla bu hüquq var idi, sadəcə ona əməl olunmurdu. İndi isə bu məsələ nəhayət ki, reallaşacaq. Yəni artıq bir-iki bank var da, onların bankomatının qarşısında böyük bir izdiham yaşanır, xüsusilə təqaüdlər, maaşlar verilən vaxt. İnsanlar saatlarla gözləməli olurlar, ya pul qutarır, bir də səhəri gün gəlməli olurlar. Amma artıq bu prosesə son qoyulacaq. Kim hansı bankdan istəsə, gedib oradan kart alıb, maaşını, pensiyasını həmin bankın bankomatından götürə biləcək. Yaxşıdır əslində, nəzərə alsaq ki, bankomatlarla bağlı çox gileygüzar var, sayı azdır deyirdilər. Ona görə yaxşı oldu. Əsas odur, komissiya tutmasınlar. Bəli, önəmli olan budur.